Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, demək olar ki, Qax şəhərin Çinarlı istiqamətinə, yəni kəndinə gedən yoldur. 3 saat çətin yoldur bura. Çox uzaqdır, dağların ta Azərbaycanın qədim şəhəri Dağıstanla, yəni belə deyək, Dərbəndin istiqamətində olan Dağıstanla sərhəddədir. Çox uzaqdır bu yol. Hətta mənə deyilənə əsasən dedilər ki, meşədə ayı da var, ehtiyatlı olmaq lazımdır. Qəfildən hücuma keçə bilər. Görürsünüz, bu yol həmin istiqamətə gedir. Qaxın Çinarlı kəndinə doğru gedirik. Buranın əhalisinin də əksəriyyəti yenə rast gəldi. Narazılıqları əsasən deməli qış ayına tədarük görmək üçün yanacağın təbii maye qazının olmamasıdır. Təbii maye qazının olmamasından çox əziyyət çəkirlər. Odun yandırırlar. Odunun da çox çətin, yəni şəraitdə əldə etmək üçün onu doğrayıb və gətirmək, almaq, bilet almaq uzun proseslərdən keçir. Hər kəsin burada bir dənə salam verdin ki, hər bir kəsə əsənliklər dedin ki, hamısı başlayacaq odundan narazılığını bildirməyə. Görürsünüz, bax, çox uzqar, evil, həyat, görürsünüz. Dağların bu cür gözəl. Dünyanın demək olar ki, heç bir yerində belə gözəllik yoxdur. İtaliyada, Fransada, Almaniyada. Amma gəl şərait yoxdur. Məsələn, bura İtaliya kimi, Fransa kimi insanların, zəngin insanların əlində olsaydı, bu kəndləri hamısını gözəl bir kənd şəraiti yaradardı. Dünyada analogu olmaya və hava uçaqlarının, təyyarələrinin hava limanı qurulmasında şərait yaradardılar. Yəni dünyanı cəlb etmək üçün. Saatda nə bilim 500-1000 kilometr gedən Yapon, Çin qatarlarını məsələn əldə etmək olardı. Bu yerlərə, bu zonaya gəlmək üçün əsasən sürətli qatar, təyyarə də hava limanı olmalıdır. Çox yorğunam, üzr sayın, tam fikrimi çatdıra bilmirəm. Az yol deyil. O dağlara getmək üçün 3 saat yol sərf edir. Düz demək olar ki, Dağıstanla yaxın məsafədəyik. Azərbaycanın qədim şəhəri olan Dağıstan. O gün olsun ki, buradan Dağıstana yeraltı tunellərimiz, böyük dünya səviyyəli, böyük Türkistan yollarımızın hər bucağından, istiqamətindən Şkodalarımız, təyyarələrimiz, qatarlarımız işləsin. O zaman mən də qismət olarsa, Tanrı mənə yaş verərsə, ömür verərsə, mən də yaşıma uyğun baxıb fəxr edərəm öz coğrafiyamla, öz millətimlə bağlı.